İnsanlar psixoloji tiplərinə görə əsas olaraq iki yerə ayrılırlar: ekstravertlərə və introvertlərə. Bunların ortasında bir ambivert də var, yəni hər ikisinin qarışığı. Amma əsas etibarilə insanlar ekstravert və introvert olaraq iki qrupa bölünərək etiketlənirlər. Ekstravertlərə şən, mehriban, hamı ilə ünsiyyət quran insanlar deyirlər. Onlar da sanki hər şey yerindədir. Onlar sanki yəni psixoloji tərəfdən problemsiz insanlardırlar və s. bu kimi kodlanmışdırlar. İntrovertlər isə tam əksinə, onlar sanki onlarda bir problem varmış kimi, dostları azdır, ünsiyyətə ehtiyac duymurlar, özlərinə qapanırlar və s. bu kimi cəmiyyətimizdə etiketlənirlər bu insanlar. Əslində isə bunların heç birinin həmin insanlarla əlaqəsi yoxdur. Yəni bu sırf fizioloji bir prosesdir. Belə ki, bizim beynimizin arxa hissəsində retikulyar formasiyamız var və bizim xarici aləmdən aldığımız bütün informasiyalar həmin bu retikulyar formasiyadan keçir. Məhz həmin o ekstravertlərdə retikulyar formasiyada tormozlanma olduğu üçün onlar xarici aləmdən gələn informasiyanı rahat şəkildə beyinlərinə ötürə bilmirlər, mərkəzə çatdıra bilmirlər. Buna görə onlar nəyisə soruşmaq, kimdənsə ünsiyyət qurmaq, danışmaq ehtiyacları olur bunlarda ki, həmin o tormozlanmış retikulyar formasiyalarını kompensasiya etsinlər. Qıraqdan isə onlar şən, mehriban görsənirlər və çox zaman bu ekstravertlər bezdirici də ola bilirlər. Məsələn, çoxlu suallar verirlər, çoxlu danışırlar və s. Yəni digər insanları da, məsələn, xüsusilə də introvertləri yorurlar. İntrovertlərdə isə retikulyar formasiyalarında heç bir tormozlanma olmadığı üçün xarici aləmdən gələn informasiyaları rahatlıqla beyinlərinə, mərkəzə ötürdükləri üçün kimdənsə nəyisə soruşmaq, aşırı o ünsiyyətə ehtiyacları yoxdur, aşırı dostlara ehtiyacları yoxdur. Onlar bir-iki dostla da kifayətlənirlər. Ünsiyyətə çox tələbat duymurlar. Çox zaman da bunlar etiketlənirlər, qapalı insanlar kimi, başqalarını bəyənməyən insanlar kimi və yaxud da psixoloji xəstə insanlar kimi belə etiketlənirlər. Əslində isə bunun səbəbi onların retikulyar formasiyalarının tormozlanmış olmamasıdır. Yəni bunların deməli ətraf aləmdən gələn həmin o informasiyaların rahat şəkildə beyinlərinə çatdırılması ilə bağlıdır ki, kimdənsə nəyisə soruşmağa, kimdənsə nəsə danışmağa, ünsiyyət qurmağa ehtiyacları yoxdur ekstravertlər kimi ki, tormozlanmış retikulyar formasiyalarını işə salsınlar.